həyatda ən böyük təcrübəsizlik yüzlər dəfə yaşanmış təcrübəni yenidən təcrübə etməyə cəhd göstərməkdir. Çünki bu artıq yüz illərdən boyu bu almış bu təcrübələr bugün yenidən təcrübə olmağa qalxışırsa həqiqətən bu ən yaxşı vəziyyətdə savadsızlıqdır. Məsələn, deyək ki, o da alimlər, bu da böyük zatlar həyatını veriblər. Deyək ki, hər hansı bir fətvaya, hər hansı bir məsələyə və yaxud da mənsəbdə olan bir məsələyə 1300 il sonra biri çıxıb deyir ki, yox bu belə deyil, bu belədir, bu belə deyil, bəlkə belə olmalıydı. Bəs bu boyda alimlər, bu boyda silsilə, onda yaxşı, nətər ki, bu elm aləmi Newtonun qanununu qəbul edib. Halbuki ona zidd o qədər deyən fikirlər var ki, amma onu heç birini qəbul eləmir. Əsas o, çünki o aksiyondur. Başqa bir şeye ispata ihtiyacı yoxdur. Eyni zamanda da İslam dinində də aksiyon və hökmündə olan nə qədər şəri hökmlər var ki, onları artıq ispat olunub bir yerini də tapıb. Amma bugün bəzən onu qurcalamağa çalışmaq həqiqətən nədir? Ən yaxşı vəziyyətdə yenə deyirəm, savadsızlıq və təcrübəsizlikdir. Ona görə də təcrübə o şeylərdə olunur ki, həqiqətən bu şey heç bir zaman yaşanmayıb və yaxud da təcrübə olmayıb. Təcrübə eləyə inkişafa doğru bir mövqe alınır. Amma təcrübələrdən keçib təcrübə qazanılmış bir şeyi yenidən təcrübə eləməyə çalışmaq əfsuslar olsun ki, yaxşı bir nəticələr gətirib çıxardır. İnsanlarda çaş-başa gətirib çıxardır. İnsanlarda bilməyərəkdən dini bölməyə gətirib çıxardır. Bu da dini ekstremizmə xidmət göstərir.